Zikr məclisi ilə əlaqəli olan bacıların sualının cavabı budur ki, ümumiyyətlə bu məclisi, yəni təşkil edən bacı məclisdə iştirak edənlərin hansısa birinə deyə bilməz ki, və yaxud belə bir şərt qoya bilməz ki, o iştirak eləməsin. Əgər iştirak edərsə mən halallıq vermirəm. Ümumiyyətlə halallıq nə zaman istənilir? O vaxt ki, əgər belə bir şərt qoymuş olsaydı, yəni zikr məclisini təşkil edən bacılara belə bir şərt qoymuş olsaydı ki, mən istədiyim kəs iştirak edəcək və mən istəmədiyim kəs iştirak etməyəcək və onlar da bununla razılaşsaydılar, bəli, belə olan halda həmin o zikr məclisini təşkil edən bacının haqqı olardı ki, kimisə oradan uzaqlaşdırsın və yaxud kimisə orada iştirak etməsinə icazə versin. Və həmçinin də əgər etməsə, yəni onun dediyi olmasa, o zaman halallıq verməyə bilərdi. Lakin bu deyilən, yəni sualda qeyd olunan vəziyyətdə, əgər əvvəlcədən belə bir şərt qoyulmayıbsa, sadəcə bacı səbəb olub bacıların bir yerə yığışmasına və həmçinin də bir bacı, elmli bacı gəlib onlara dərs deyir. Belə olan halda o şərt qoya bilməz. Kimsə orada iştirak etməsin və ya iştirak edərsə, onun dediyi olmazsa, o halallıq verməyə bilməz. Yəni belə bir şey düzgün deyil. Bu bir tərəfdən. Digər tərəfdən ümumiyyətlə bu elm məclisi sözsüz ki, bunun fəziləti böyükdür. Bacı belə bir təşəbbüs irəli sürməklə, belə bir vəsilə olmaqla belə bir məclisə böyük savab qazanır. Lakin bildiyimiz kimi şeytanın məqsədi insanları savabdan məhrum etməkdir. Mən görürəm ki, bu ixtilaf, bunun səbəbi şeytandır. Yəni başqa burada səbəbi yoxdur. Şeytan sadəcə bacılar arasına ixtilaf salıb və həmin bacının da savabını azaltmaq və ya məhrum etmək istəyir. Çünki bildiyimiz kimi bəzi əməllər insanın savabını apara bilər. Necə ki, Allah Teala Qurani-Kərimdə buyurur ki, ey iman gətirənlər, sədəqələrinizi minnət qoymaqla və həmçinin də əziyyət verməklə puç etməyin. Yəni bu ayədən biz görürük ki, minnət qoymaq və əziyyət vermək sədəqəni puç edir və eləcə də insan əgər bir savab iş görübsə, o savab işdə əziyyət verməklə və s. bu kimi yaxud minnət qoymaqla öz əməlini puç etməməlidir. Və bacıya da tövsiyəm budur ki, bu ixtilaflara son qoymaq Allah üçün. Burada çünki məqsəd Allah üçündür, savab qazanmaqdır. Və bu kimi ixtilaflara son qoymaq, bunlar hamısı şeytanın vəsvəsələridir. Allah üçün keçmək, bağışlamaq və dinimiz bəs nəyi buyurur? Bağışlamağı, keçməyi, əfv etməyi. Burada da mən sualdan görürəm ki, elə bir ciddi bir şey olmayıb. Sadəcə söz-söhbətdir. Bunlara son qoymaq və elm məclisini yarımçıq qoymamaq və davam etmək.